ABŞ-ın keçmiş prezidenti Bill Clinton İsrail rəhbərliyini və şəxsən baş nazir Benjamin Netanyahunu sərt şəkildə tənqid edərək onu İranla müharibə təhlükəsindən hakimiyyəti saxlamaq üçün alət kimi istifadə etməkdə ittiham edib. Clinton'un sözlərinə görə Netanyahu uzun müddətdir ki, hakimiyyətdə əbədi qalmaq üçün müharibəyə can atır. O həmçinin qeyd edib ki, Netanyahunun rəhbərliyi altında İsrail Fələstin dövlətinin yaradılmasında maraqlı deyil və Fələstinlilərin özləri də indi onun uğrunda mübarizə apara bilməyəcək qədər parçalanıb və əziliblər. Clinton həmçinin ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində mülki vətəndaşların ölümünü pisləyib və bu insanların sadəcə yaşamaq istədiyini vurğulayıb.